Dəli olub soyunub küçəyə düşmüşəm. Məni qınayınca gəl jaketi götür üstünə bağla. Mən artıq insanlıqdan çıxıram. Çılpaq görüntülərinizi satmısınız. Pul mənim üçün birinci növbədədir. İmkan da vermir gedək bir işləyək. Nə olsun anamdır. Biraz qeybət eləyim. Ölkəmizin ilk öncə qanunu Allahın qanunudur. Məni aparsın klublara, məni aparsın diskotekaya. 50 qram vodkadan vurum, oradan gedim şəllənim. Oturursan evdə, soğana təpik vurub yeyirsən. Salam, bugünkü qonağımız cəmiyyətin ən çox danışdığı, müzakirə elədiyi simalardan biri olan model Səmra Hüseynovadır. Xoş gəlmisiniz Səmra xanım. Xoş gördük. Bilirik ki, modelliklə məşğul olursunuz. Ölkəmizdə modellər səhnə arxasında nələr yaşayırlar və bu səhnədə yüksəlmək üçünsə nələr təklif edilir? Ümumiyyətlə tək bu modellik sahəsinə aid deyil. Əgər qadın yüngül həyat tərzi yaşayırsa, bu xəstəxana rəhbəri olan bir insan həkimə də təklif edə bilər. Bu satıcı olan bir xanıma da təklif oluna bilər. Bu psixoloq bir xanıma da təklif oluna bilər. Bu yəni sırf modelliklə aid deyil. Başa düşürsüz? Əgər yüngül həyat tərzi yaşayırsansa, sən axtarışında kişidirsə, iş deyilsə, hər yerdə belə təkliflər olur. Tək modellikdə deyil. Və yuxarı qalxmaq üçün əgər əlində sənətin yoxdursa, səsin yoxdursa, həkimliyin yoxdursa, burada artıq rol kişiyə düşür. Yəni sənə sponsorluq edən kişiyə düşür. Amma mənim halımda, mənim bədən proporsiyalarım, simam, boyum uyğun olduğu üçün mən belə təkliflərdən yan keçmişəm. Çünki elə könlümcə olan kişi qarşıma çıxmayıb. Bu sahədə özünüzə bir rəqib görürsünüz? Bu sahədə tək olduğum üçün neçə ildir mən artıq müzakirə olunuram, bir 10 ildən artıqdır. Məndən savaya bir model müzakirə olunsaydı, bəlkə rəqib olunardı. Hal-hazırda səhnədə tək mənəm. Özünüzü yəni tək görürsünüz? Bəli, təkim. Modelliklə yanaşı hazırda təxmini bir ay olar ki, bir verilişə də başlamısınız. Verilişiniz də uğurludur. Səmranın günü. Burada Səmranın günü, tamaşaçının da gününü dəyişir sizcə? Bilirsiniz, elə bir format seçdim ki, hansı ki, mən çox zaman insanlardan soru-sual edirəm. Çoxu depressiyada olur, çoxu qəbullana bilmir, çoxu bənsə-bənsə olur. Filan kəs bunu aldı, məndə bu yoxdur. O tip formatda bir mövzu istədim, o tip formatda bir veriliş istədim ki, kimsə xadimədirsə buna görə çəkinməsin, kimsə satıcıdır deyə çəkinməsin. Yəni, hər kəs öz işindən zövq alsın, özlüyündən zövq alsın, halal çörəyindən zövq alsın. Hara getsən də əgər sən imkanı olmaq istəyirsənsə, bazan da sıfırsansa, çox %10% hallarda sən qadın olaraq tək qalxa bilirsən. Çox zaman bu kişilərdən dəstək alınaraq qalxırlar. Ona görə heç vaxt öz peşələrindən utanmasın, düşünməsin ki, filan kəs Porsche sürür, mən niyə sürə bilmirəm. Çünki sən təmizsən, balam. Rahat ol. Biz təkliflərdən danışdıq ilk sualda. Bəs olubmu ki, heç peşə fəaliyyətinizdə hər hansı bir təklif almısınız və yaxud da ki, pula ya da şan-şöhrətə görə hərəkət ya da bir seçim eləmisiniz ki, bundan peşmansınız? Mən çox zaman ruhsal insan olduğumu dedikdə dəli edirlər məni, dəli düşünürlər. Amma ruhani insanam. Yəni mən cismən deyil, ruhla yaşayıram. Belə təkliflər almışam, qəbul edə bilməmişəm, çünki o insanı sevə bilməmişəm. Ölkənin ən belə gündəmdə olan çox böyük iş adamlarından, çox gözəl, nə bilim, biznesmenlər də təklif almışam. Onlar məni satın almaq istəyiblər. Yəni sən yığış evə, biz səni təmin edək, evlə, maşınla. Mən isə azadlığa düşkün insanım, çünki o dünyaya mən ruhumu aparacam. Pak ruhumu aparmalıyam. O dünyaya mən maşın aparmıram, ev aparmıram. Sadəcə ruhumu aparıram və ruhumu əgər bugün mən mala mülkə görə satıramsa, mən artıq insanlıqdan çıxıram. İstəmirəm, yəni. Məni xoşbəxt eləmir. Pul məni xoşbəxt edir. Pul mənim üçün birinci növbədədir. Ruhdan öncədə, yəni ruhdan sonraki, ruhsal dünyadan sonra. Amma onu özüm əldə edim. Yəni biri var, mən gedim maaş alıram. O mənə onu xərcləyəndə çox gözəl, ruhsal bir dünya yaradır. Sevinirəm ki, mənim pulumdur. Biri də var, hansı kişi verir mənə onu, mən onun dəyərini bilmirəm. Yəni mən onu atıram. O hətta bir 5000 manatlıq
Üzük də olsa mən onu fırladıb atıram. Yəni onu itirirəm oralarda, buralarda. Maraqlı gəlmir mənə. Sosial mediadakı bu paylaşımlarınıza görə kimlərsə sizi cəsarətli birisi olaraq adlandırsa da, kimlərsə də bu özlərinə görə açıq-saçıq sayılan geyimlərə ya fotolara görə sizi tənqid eləyirlər və bunu cəsarətli yox, qeyri-etik hesab eləyirlər. O insanlara nə demək istəyirsiniz? Yəni bu düşüncə haqqında nə düşünürsünüz? İnkişaf etdirmək gözlərini. Çində robot ixrac olunur. Biz hələ geyim müzakirə edirik. Yəni modellik nə deməkdir? Bu cahilcə yanaşmadır. O tip insanlar oxumurlar, görmürlər, gözləri qapalıdır. 10 il öncəki verilişlərə nəzər yetirsək, sanki cəmiyyəti istəyirlər ki, geri getir, aparsınlar. Biz inkişaf etdirməkdən beyni, düşüncəni, biz o sualı verə bilmirik Aygün Kazımovaya. Halbuki onu toyuna gətirir. Mən çox sevirəm xalq artistidir, bayılıram, mahnılarıyla böyümüşəm. Həsəd aparım xanıma, Röya xanıma həsəd aparım. Mən çox sevirəm o xanımları. Yeni çıxanları da, yəni geyim səhnə üçündür. Əlbəttə ki, sən səhnə adamısansa, fərqli çıxışlarda, fərqli geyimlərdə olmalısan. Modellik də çıplaq olmalıdır. Yəni bu bir artıq bunu müzakirə etmək mənim üçün çox rişqən bir şey gəlir. Cahilcə düşüncədir, mən belə düşünürəm. Bu insanlardan da ümumiyyətlə ünsiyyət qurmuram. Və rişqən edən insanları xəstə sayıram, toksik insanlar sayıram. Onlar ruhən bədbəxtdirlər. Başqalarını qınaq obyektinə çevirən insanlar bədbəxtdirlər. Bəlkə mən dəli olub, soyunub küçəyə düşmüşəm. Məni qınayınca gəl jaketi götür, üstümə bağla. Kiməsə görə deyək də açıq-saçıq geyimləriniz, yəni hər kəsin geyim anlayışı fərqlidir də. Bu sizcə diqqət çəkmək üçün edirsiniz, yoxsa diqqət cəlb etmək üçün, yəni diqqət cəlb edəcək, yəni arxamı silikon eləməmişəm, yekəltməmişəm və ya da sinəmi silikon eləyib yekəltməmişəm ki, diqqətə ehtiyacım olsun. Mən özüm zaten yəni simamla diqqət cəlb edirəm. Açıq-saçıq geyim deməkdə də bilirsiniz, dənizə necə geyinirsiniz? Yəni dənizə xalça ilə getmirik. Biz o dərəcədə beyindəki olan nöqtələri qapadırıq, bloka salırıq ki, dənizdə olar, orada olmaz. Yəni o tip insanların sadəcə inkişaf etdirmələrini özünü tövsiyə edirəm. Yəni biraz getsinlər xarici modellərə, xarici can atırlar köçməyə. Burada lağ edirlər, xaricə köçən kimi şort geyinirlər kişilərimiz, çoxsu. Paylaşımlarınızla canlı yayımlarda bir ara Quran oxuyurdunuz. Instagramda olan paylaşımlarla canlı yayımda Quran oxumağınız arasında bir ziddiyyət görürsünüz? Gəlin buradan başlayaq ki, biz məktəbə gedirik, bağçaya da gedirik. O dövrdə məktəb, bağça Qurani-Kərim olub. Mən paylaşımlarımda adam öldürmürəm. Mən paylaşımlarda şərləmirəm. Mən paylaşımlarımda haqqa girmirəm. Mən paylaşımlarımda qeybət etmirəm. Mən paylaşımlarda Allahı danmıram. Və bu mənə yaxşı insan olmağıma mane deyil. Qurani-Kərim sənə yaxşı insan olmağa öyrədir. Dərinə düşərsənsə, onda gərək biz yaşamayaq. Yeri gələndə işdə belə, nə bilim, müdürə biraz yalandan deyirsən ki, xəstələnmişəm, bugün gəlmirəm. Onda o deməkdir ki, onda biz yaşamayaq. Yəni, bu mənim işimdir. Bu işin cavabını mən verirəm. Və biz o dövrdə, yəni ərəb qəbilələrində qadınlar və kişilər sadəcə başlarına o qədər isti olurdu ki, başlarını çalama ilə bağlayırdılar. Buralarından sırğalar, boğazlar, sinələrindən belə pirsinglər edirdilər. Ona görə də ki, çalmanı üstünü cinsəl orqan bağlı olmalıdır. Yəni sənə çirkin görünən insan cənnətdən niyə qovulur? Tək alma yedir və cinsəl orqanları görünə görə. Tanrı ipəyə niyə göndərir? Cinsəl orqanlarını bağlasın deyə. Yəni mən bugün əgər ölkəmdə bu geyim azaddırdısa, bu mənə cinayət deyil. Ölkəmizin ilk öncə qanunu Allahın qanunudur. Bunu deyə bilərəm. Əgər ölkəm mənə bunu icazə verirsə, yəni buna heç kəs necə deyim, qadağa qoya bilməz. Yəni bu mənim yaxşı insan olmağım şübhəsi yaratmır. İnsan sadəcə bu 5 əməli etməməlidir. Qeybət etməməlidir. Çünki qeybət edən insan ölü qardaş əti yeyir. Şər atmamalı, şərləməməli. Sizin kimi cəsarətli, sərbəst bir xanım üçün münasibət qurmaq çətindirmi və hazırda həyatınızda sevgi baxımından biri varmı? Hazırda həyatımda heç kəs yoxdur. Son 3 ildir mən özümü inkişaf etdirməklə məşğulam. Özümə söz vermişəm ki, kimisə unutmaq üçün kimsə istifadə etməyəcəm. Kimdənsə maddiyyata görə istifadə etməyəcəm. Sadəcə dürüst. Çünki hər addımımız karmadır. Mən birinə əgər unutmaq üçün yaxınlaşıramsa, sabah da məndən istifadə edəcəklər.
Və hal-hazırda özümü inkişaf etdirirəm ki, doğru insanı tapım. Ruhsal olaraq ruhuma uyğun insanı tapım. Yəni o da ki, hələ qarşıma çıxmayıb. Heç hansısa bir tanınmış şəxslə, tanınmış kişi ilə bir gizli, bizim bilmədiyimiz münasibətiniz olubmu? Keçmiş münasibətlərimi müzakirə etməyi sevmirəm. Onların adını da hallanmasını sevmirəm, çünki onlar eksdir. Eksin adını niyə hallandırım ki mən? Kimdir ki? Eks, yəni eks, sağ ol. Tanınmış, belə çox vaxt tənqidlərə məruz olan bir göz önündə olan xanım olmaqdansa, evdar xanım olmağı seçərdiniz? Evdar xanımsız? Yox, evdar xanım olmaq istəmərəm. Milyarder evdar xanımı oturum, yatım, durum, ancaq kart versin, shoppingə gedim, nə bilim, məni aparsın Maldivə, məni aparsın Tulba, məni aparsın klublara, məni aparsın diskotekaya, 50 qram vodkadan vurum, oradan gedim şəllənim, oradan gedim, nə bilim, qaytarım. Məni belə münasibət olarsa evdar xanım olaram. Yoxsa mən evdə oturum, uşağıma iPhone ala bilməyəcəmsə evdar qadın olmaram, yox. Mən istəmirəm mənim övladım olacaqsa belə, Allah yox demək düzgün deyil. Onun nəsə sıxıntısı olsun. Kimsə onu desin ki, sənin iPhone-un yoxdur. İstəmirəm. Son müsahibələrinizin birində belə bir fikir səsləndirdiniz. Orada da duyğusal bir anlar yaşadınız ki, mənim anam bizi sələmlə böyüdüb və mən də o sələmi bağlamaq üçün çox yüklü bir miqdarda pul idi. Hətta deyəsən, səhv eləmirəmsə 3 gün ərzində o pulu tapmısınız. Müəyyən şəkillərinizi çəkiblər, onları satmısınız, yəni çılpaq görüntülərinizi satmısınız. Bu qərarı verərkən içinizdə hansı duyğular var idi və bu qərar Səmradan nələri apardı? Heç bir şey. Bilirsiniz, kitabda belə qeyd olunub ki, Qurani-Kərimdə ehtiyacı olan qadın, əgər bir qadının ehtiyacı varsa, sən ondan qarşılıq güdürsənsə, o pulu verəndə, sən ona başqa bir şey təklif edirsənsə, o qadının yükü, günahları sənin boynuna yüklənir. Yəni, mən bu addımı atanda hər şeydən öncə mənim anamdır. Mənim bu dünyada anam olmayacaq. Anamdan bir də olmayacaq, çünki anam təkdir. Və anam mənə həyat verib. Başqaları isə həyatımla oynayıb. Yəni, anamla yardım etmək mənim üçün çox gözəl bir, necə deyim, seçim idi. Allah o insanı da qarşıma çıxartdı və o insanı bunu deyəndə o mənə yardım etdi. Bilirsiniz, həyat bir yerdən vuranda bir yerdən qapı açır. Və hər zaman mən özümə deyirəm ki, sən sınaqdan keçirsənsə, bil ki, mükafatı alacaqsan. Demək ki, Allah bu an səninlədir, səni sınayır. Yəni, heç bir mənim həyatımda problem yaratmadı, əksinə bu günlərə gətirib çıxardı. Yəni, mən onunla modellik sənətini kəşf etdim, mən onunla model ola bildim, mənə yol göstərdi, anam mənə həyat verdi. Yəni, anama görə hər şeydən keçərəm. Çünki o anamdır mən heç bir qramda peşman deyiləm. Çünki o balasını istəməyib ki, məktəbdə kimsə sındıra, istəməyib ki, kimsə balasına lağ eləyə. Mən anamdan qürur duyuram. Anamı çox sevirəm. Yaxşı edibsən, əcib eləyibsən. Vallahi, mən anamı çox sevirəm. Anam ikimiz də şir bürcü, dalaşa bilərik, vuruşa bilərik. Amma mən xəstələnəndə mənim anam gəlir yanıma. Mənim rəfiqələrim, mənim keçmişim, dostlarım və ya münasibətdə olduğum insan gəlmir. Yəni, nə edərsənsə et, sənin arxanda anan olur və mən ailəmlə qürur duyuram. Çünki elə olur ki, məsələn, insanam da bəzən, bizdə bilirsiniz, modellər 50 manat qazanc əldə eləyir. Yəni, Fashion Week-ə çağırırlar 50 AZN. Maksimum bir həftə ərzində 300 AZN qazana bilərsən, 300 AZN-lə də ildə 2 dəfə Fashion Week olur, yəni keçinmək mümkün deyil. Bəzən olur, atama yığıram, ata kartımda pul yoxdur. Nə qədər atım? 100 manat yoxsa? Mənim balam deyir, 50 manat atıram, sonra sənə 50 manat yenə atarım. Bir də görüm 300 AZN pul atıb. Mən bilmirəm o necə gedir, tapır, amma edir. Yəni, bugün mənim ailəmdir. Ona görə həyatım heç bir şey dəyişmədi. Bəli, travmalar aldım. Çünki uşaq yaşında, 18 yaşında həyata atılmışsan və bunu sən etmək istəyirsən. Anam məndən istəməmişdi qətiyyən. Anam demişdi ki, sadəcə, əgər kimdəsə varsa borca götür də, yəni borc tap. Mən də hansı dövrdə, bu dövrdə kimə o qədər məbləği borc verə bilər, heç kəs. Məbləğ də az məbləğ deyildi. Amma yəni o işdə mənim qarşıma bir insan çıxdı, Azərbaycanlı bir bəyəfəndi idi. Çox tanınmışdır hal-hazırda, o reklamlarda da görürəm o insanın həyat tərzini. O insana mən onu başa salanda o şəkilləri almaq istəyəndə dedi ki, o fotoqraf da getsin, o da getsin.
Götürdü belə konvertdə pulu verdi. Mən həyatımda şok keçirmiş. Dedim, yox mənim deyil, yalan deyirsiniz. Elə bildim ki, mənə nəsə plan qurublar, təsəvvür edin. Dedim, ya ki, məni nəsə ilişdirmək istəyirlər, ya da məni şərlənmək istəyirlər. Sразу götürdüm, gəldim evə. Heç nə də olmadı. Yəni həyat buradan məni bağlayanda, oradan məni çox böyük sevinclərlə, necə deyim, yəni qarşılayıb. Bəzən olur ki, məsələn, həyatımda elə insan olur ki, yox deyirəm, başa salıram ki, yəni mən səni istəmirəm. Mən sənin varıva, dövlətivə görə də səni istəmirəm. Yəni yox deyir. Özünə o təqdid edirlər ki, o qız olsun. Almaq, satın almaq istəyirlər. Olur. Dubayda baş verən hadisə, xanım bilirsiniz ki, başına, yəni bir neçə şəxsin oyun açılmışdı, sonradan atılmışdı və siz də qeyd eləmisiniz ki, mənə də əslində belə bir təklif 4-5 il öncə, səhv eləmirəmsə, olunub. Sadəcə mən müəyyən partilərə falan qoşulmaq, küllü miqdarda pul, yaxşı bir yerdən ev, mənim də başıma gələ bilərdi bu demisiniz. Bu hadisələrdən sizi qoruyan nə oldu? Özünüzü necə hiss elədiniz ümumiyyətlə bunu görəndə? Nələr hiss elədiniz? Belə deyim, mən ilk dəfə 2021-ci ildə Dubaydan mən təklif aldım. Onlar mənə zəng elədilər, hətta Dubaydan da gəldilər. Tiffany Co-da görüş etmişdilər və bilirsiniz, tamahlaşdırmaq istədilər məni. Üzükləri göstərirlər, brilyantları və gəldilər, məni apardılar. Yeni tikili binaları, Sabah rezidans falan. Məndə qanımda qaraçılıq biraz var. Yapışmışam ki, yox, mənə bax bu bulvardakı köhnə arxitektorun Hacı Zeynalabdin Tağıyevin binaları, Allah rəhmət eləsin. Mən də yapışmışam ki, mənə buradan deyirəm, soğan olunca nağd olsun. Atalarda bir dənə belə misal var. Nəysə, mamama yığdım ki, mama, mən artıq buradan ev alıram, mənə eləmər. Bəxtim açıldı, uçuram, gedirəm Dubaya. Nəysə, anam dedi ki, yox, mən gəlirəm. O kişi kimdir, mən onu tanış eləm. Anamı gətirdim. Anam danışdı, dedi ki, bəs mənə qızıma deyil, biznes klası alırsınız, problem deyil, mənə ekonom alın, ya da mən özüm alıram, qızımla gəlirəm. Bunlar dedilər ki, yox, mama uşağı belə, bilirsiniz, manipulyasiyaya keçdilər. Siz mama uşağısınız. Belə biznesdə belə bir şeylərə pis baxırlar. Nə bilim, Dubayda belə bir şey qəbul olunmur. Yaşlı da kişi idi, hardasa bir 50 falan yaşı var idi. Anama göstərdi ki, onun necə deyim, modellərin hansı brilyant dükanlarına çəkilir. Bunların məşhur brilyant dükanları var. Bəs sizin qızınız ən bahalı evdə yaşamalıdır, ən bahalı maşın sürməlidir, axranları olmalıdır, cəngüdənləri olmalıdır, qorumaları olmalıdır. Amma problem deyil, mən də gəlirəm. Bunlar dedi, yox, qərar verin, ya tək gəlirsiniz, ya da gəlmirsiniz. Aya sizə bu qədər partilərdə falan. Mən prosta sual verdim ki, o partilərdə uyuşturucu maddələr istifadə olunur. İstifadə edənlər var, siz istifadə etməsəz də olar. Burada artıq mən biraz təkərə düşdüm. Dedim, necə yəni, axı uyuşturucu istifadə edən hər zaman yanında istəyir kimsə axı istifadəçisi olsun onun. Dedim, yox, bunu mən eləyərəm, Allah uzaq eləsin, ölüb eləyərəm. Özdə, yəni ki, belə də, yəni qorxulu bir şey kimi gəldi mənə. Dedim, yox. Dedim, valideynim gəlinim, amma məni belə də bahalı, necə deyim, dedilər ki, brilyant dükanlarına çəkəcəklər falan filan. İcazə vermədi anam. Özümü vurdum, yıxdım, çırpdım yerə. Anam da özünü vurdu, çırpdı yerə. Əlində valeriyan, skorunu çağırdı. Artıq ölürəm, molla çağırdı. Məni qoymadı. Özümü ağladım, yeməkdən kəsildim. Yenə düşdüm xəstəxanaya ki, anam mənim qara bəxtimi yazıb ki, mənə icazə vermir. Amerikadan da təklif aldım, orada qoymadı. Elə boy elə istəyir, xiyar turşusu kimi mənə elə evdə istəyir, turşuya qoy, bilmirəm, başım çıxmır. İmkan da vermir, gedək bir işləyə. Nə olsun, anamda biraz qeybət eləyir. Ondan sonra bu belə bir şey görəndə ki, həmən o partilərə mən dəvət eləmişəm, o yaxt partiləri. O partilərdə təxmini nələr olur, yəni? Partilərdə gedirsiniz. Yəni, burada artıq modellikdən kənar bir işdir də, belə başa düşdüm. Bilirsiniz, dedi, ona da mən sual verdim. Dedilər, sizə təklif olunur, siz istəyirsiniz. Bu artıq bilirsiniz nə demək. Yəni, orada bu var. Eləsəz, sizin seçiminizdə eləməsəz. Eləməsəz. Amma nə bilirsən, bir insan uyuşturucu maddə istifadə edirsə, onun ağlı yerində ola bilərmi? Başa düşürsünüz? Mən düşündüm, yox deyərəm, mənə nələr edərlər. Nə qədər qızlar səhralıqda başlarını oynaçıblar. Çox qızların o səhralıqda başlarını oynaçıblar. Mən çox şükür edirəm. Görürsünüz, artıq tamam. Amma bilirsiniz, adam çarəsiz qalanda elə bilirsən, həyatına möcüzə gəldi. Ümid edirsən ki, Allah yolunu açdı. Baxırsan ki, bu yol o deyilmiş. Elə oturursan evdə, soğana təpik vurub gedirsən.